Bunlar əldən yedizdirir ki, ölməsinlər də, yazığımız gəlir. Kaş ki, bunlar ana bala aparardılar. Ölməz də, bu qədər quzu hayf, məhv olacaq bunlar. Göygöldə silahlı şəxslər fermadan oğurluq edib. Təsərrüfat sahibinin sözlərinə görə rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən fermer təsərrüfatına gecə saatlarında gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı oğurlayaraq naməlum istiqamətə aparıb. Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Gecə saat 2-3-ün yarısında oğurlar gəlib dəli avtomatlı 62 baş ana qoyunu daradıb aparıbdılar burada. Kamerada düşübdü, üzləri maskalıdır, əllərində avtomat var. Quzular da belə ayıq qalır burada. 2 nəfər daha izlədik, getdi su kanalı deyil. Su kanalından heyvanlar keçir yuxarı, taxıllıqla aparırlar. Ta oradan sonra bugünə kimi heç bir xəbəri yoxdur. Göygöl rayonunun Hacıməlik qəsəbəsindəki fermadan edilmiş oğurluq faktı ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.